Bax, bunun haqqında bayaq video çəkdim. Bu qol üçündür. Bəzi ustalar mənimlə mübahisə edirdi ki, buna ehtiyac yoxdur, tək bunu vursan bəsdir. Amma bunu görürsünüz, nə qədər balacadır. Balaca obiyomda başlayır dartmağa, darvazanı ləngəl verməyə. İstəyir altında profil olsun, istəyir olmasın. Və şpaklovka vurursunuzsa, şpaklovka başlayır çartlamağa. Yəni, zərərlidir də. Bunu vursaz daha məsləhətlidir. Bu şvelir. Çünki güc paylanılır bu boyda məsafəyə və darvazaya güc düşmür. Bir də yazmışdı ki, sən öz şovva güvənmirsən, ona görə onu vurursan falan. Yox. İndi şov da yaxından bilmirəm. Yəni, güclü svaşik deyilik, amma inanmıram ki, bu şovdan nəsə qopa bilər. Bu şovda nəsə qopa bilər, inanmıram. Burada problem şovda deyil, söhbət onun ləngəl verməsindən gedir. Bunu ona görə vururuq. Lap belə deyək də, indi müştərilərə sözümü aid edirəm. Yəni, siz hansını öz qapınıza məsləhət görərsiniz? Bunu vurmaq yoxsa vurmamaq? Bir dənə şərhə yazarsınız.